Əziz və hörmətli xalqım, dəyərli soydaşlarım, Azərbaycanın coğrafiya baxımında, torpaq bütövlüyündə və Azərbaycanın ən qədim şəhəri olan Borçalı torpaqları. Borçalı torpaqları niyə deyirəm? Azərbaycanın qədim şəhərlərindən, torpaqlarından biri olduğu üçün mən heç zaman Gürcüstan sözünü qəbul etməmişəm. Kökləri Gürcülərin türk də olsa, mən qəbul etməmişəm. Gürcüstan adlı ümumiyyətlə dövlət tanımıram. Yerevan adlı, Ermənistan adlı bir dövlət tanımıram. İrəvandır. Güney Türkistandır. Əfqanistan da yenə kökü mənşəyi türkdür. Oğuz kökənlidir. Yenə də mən Əfqan sözünü əvəzinə Güney Türkistan dövlətçiliyini qəbul edirəm. İran sözünü qəbul etmirəm. Cənubi Azərbaycan, yəni dövlətçiliyini, millətçiliyini qəbul edirəm. Yəni Azərbaycanın tarixi torpaqları Dərbənd olsun, çox sanamaqla bitmir. Türklər arasında olan torpaqları, Türk qardaşlıqda bu torpaqların adı çəkilmir. Ancaq yabancı millətlərin, bəzi qəbilə, vəhşi yırtıcıların əllərində torpaqlarımız, resurslarımız olanda mən onların dövlətçiliyini də tanımıram. Məsələn, Rusiya dünyada ən böyük demək olar ki, ərazisindən baxanda və siyasi baxımda, resurs baxımda böyük dövlət. Mən amma Rusiya dövlətçiliyini qəbul etmirəm. Mən deyirəm ki, Tuva torpaqları, türk torpaqları. Məsələn, Ərəb adlı bir dövlətin, milləti, belə deyək, coğrafiyasını tanımıram. O türk torpaqlarıdır. Mən resurslarını götürəndə, Kərkük düşmən bölgələri, Səudiyyə Ərəbistanı götürürəm, Yəməni götürürəm, Misiri götürürəm, Qətəri götürürəm, Tunisi. Mən türk torpaqları kimlər. İstəyir dünya alimləri bir tərəfə qalsın, istəyir dünya tarixçiləri bir tərəfə qalsın. Mənim belə deyək, prinsip əsasında, ideologiya əsasında Venezuelanın ərazisi olsun, Amerikada, indiki Amerika, Yaqub və Amerika torpaqları olsun, o cümlədən Təkmir olsun, Hindistanın aşağı çay yataqları olsun. Yəni saymaqla bitmir. Azərbaycanın tarixi torpaqları 400 milyon, 450 milyon belə götürək. Türk millətinin 4 milyondan çox Turan torpaqları, Asiya torpaqları. Yəni Fələstin özü Asiya torpağıdır. Türk torpağıdır. Mən bu cür qəbul edirəm. Kim nədir qəbul edir? Qəbul etsin. Mən bir türk olaraq, Oğuz kökənli olaraq öz coğrafiyamı, əgər dünyada bölücülük gedirsə, Fars körpəzi niyə deyilir? Kərkəz körpəzi deyilmir. Kərkəz körpəzi bizim əlimizdə olmalıdır və zənginliyimizin və dünyanın bizdən asılı, ölkələri bizdən asılı olmalıdır. Qısası çox dərinlərə getmirəm. Borçalı torpaqlarından demək olar ki, danışan bir insan, milləti bəlli deyil, PKK-çıdır, Ermənidir, Yunandır, Ərəbdir, Farsdır, kimdir, hansı tayfədir. Millətçiliyə daha dərinə gedəndə bölmək istəmirəm. Millətçilik qərb siyasətidir, qərbə önəmlidir. Yəni, dünyada ən güclü nüvə silahından üstün etnik yaymadır. Onu da qərb yayır və bəzi qüvvələr edir. Mənə önəmli nədir? Azərbaycan dilində danışıb, deyir ki, İrandan dəlil gətirin ki, İran Azərbaycana xəyanət edir. Həzrəti Emindir, nədir? Belə bir adlı, isimli addır. Ümumiyyətcə, tək Emindən getmir. Mən buradan həmin şəxsə demək istəyirəm, tək 33 mindən çox İran pərəstlər məndən şəhət etmişdir. Yəni, bu az rəqəm deyil. Mən Azərbaycanım, öz kökümün, öz yurdumun, öz coğrafiyamı, insanlıq, dünyaya əsasən birinci dərəcədə insanlığın qorunmasını tələb edirəm. İnsanlığın, yəni irəli gedən. İnsanlara fikir verirəm ki, öz həyatını yaşamaq uğrunda və öz məsələlərini həll etmək əvəzinə dövlətçilik ideologiyasına düşürlər. Yəni o insanlar ki var, öz ətrafında, öz uşağına tənbih edə bilmir, tərbiyə verə bilmir.
öz məsələlərini həll edə bilmir, öz evinin, həyətinin, torpaq, bir otaq ev, yaşayış, öz necə deyim, gələcəyini təmin edə bilməyən insanlar dövlət eşqinə düşür, millətçilik eşqinə düşür, torpaq bütövlüyünə düşür. Gedin hər kəs öz işi ilə məşğul olsun, otursun evində, öz ev aid olan işlərinə, işi ilə getsin, bir tikə çörək gəlsin, ailəsini dolandırsın. Əziz xalqım, dəyərli millətim, uzun illərdir ki, mən deyirəm ki, Azərbaycan Respublikasının hörmətli Nazirlər Kabineti qərar qəbul edin. 1000 nəfərin ağlı, elmi bir nəfərin beynindədir və siz dövlətin idarə edici təşkilatlarından birisi, qurucularından birisiniz. Azərbaycanın vəsaitini, sərvətinin 80-90% Azərbaycanın harda Azərbaycan qüvvələri var, kökü var, mənşəyi var, Əfqanistanda, Güney Türkistana yönəltmək, Kərkük Türkmən bölgəsinə yönəltmək, Ordaniya istiqamətdə olan türklərə, İtaliyada olan türklərə, Meksikada, Yaponiyada, Uyğuristanda, nə bilim, Hindistanda, Cənubi Azərbaycanda, dünyanın hər bir üç bucağındadır demək olar ki, yəni 6 qitənin ərazi bütövlüyünə və götürəndə dünya ölkələrini və dünyanın okeandan başlayırsa və Amazon meşələrindən başlayırsa, Azərbaycanın da öz türk dünyasını kökünün üstündə oksiyeni başlamalıdır. Əziz xalqım, dəyərli millətim, bugünkü gündə 40 milyon cənubi, güneyi Azərbaycanlıların hüquqları pozulur. Biz Təbrizin haqqını tələb edəndə bizim millətə Yahudi deyirlər, Zuhud balası deyirlər. Bəyəm Təbrizin haqqını, ədalətini bərpa etmək üçün, müstəqilliyini tələb etmək üçün Yahudi oluruq biz. Sizə sual verirəm. Biz Təbrizin haqlarını tələb etməsək, onda Yahudi olmayacaq. Bu nə dar düşüncədir? Bu nə axmaq düşüncədir? Biz öz kökümüzün, millətimizin haqlarını, ədalətini bərpa olmasını tələb edirik. Uzun illərdir ki, Fars Molla rejimi Təbrizi baskı altında saxlayıb. Niyə 40 milyon Təbrizli 100 milyon olmayıb, 80 milyon olmayıb, 70 milyon olmayıb, 40 milyonda qalıb, 35 milyonda qalıb. Təbriz övladlarının Oğuz kökənli, Oğuzun sırf qanını daşıyan, təmiz qanını daşıyan Təbrizlilər, Urmiyanlar, Ərdəbillilər saymaqla bitməz. Xorəsənlər bugünkü gündə Fars yazılır onların kimliyində, vəsiqəsində, pasportunda. Niyə yazılmalıdır? Təbriz Cənubi Azərbaycanın müstəqilliyi deməkdir, paytaxtı deməkdir, bayrağı deməkdir, millətçiliyi deməkdir, kimliyi deməkdir, vətən deməkdir, atası deməkdir, anası deməkdir, qardaşı, bacısı, bibisi, xalası deməkdir. Hər bir şey yerləşir. Sərvəti deməkdir, yaşam deməkdir, bayram deməkdir, hər fəsilin ruhu deməkdir. Yəni, ailə üzvünə necə sən öz əqrəbələrinə, qohumlarına öz dəyərini verirsənsə, deməli, torpaq bütövlüyünü, yaşadığın ərazi bütövlüyünü elə sənməzsə, sənin ailən sayılır torpağın, vətənin, millətin. 100 milyon Azərbaycanın səsi gəlmir, sanki bir nəfərin səsi gəlir. 7 milyon qarışıq farsların 100 milyon, yox 400 milyon türkün çalışır ki, içində toxum səpsin. Görün bizi nə hala salıblar ki, Borçalıda
Fars Molla rejimin Cənubi Azərbaycanda hüquqlar pozulur, millət acından ölür, dağlarda, kəndlərdə yol yox, kəndlər pis gündə insanlar rahat yaşaya bilmir, hüquqları pozulur. Onları təmin etmək əvəzinə Borçalıda gedir Azərbaycanlıların Fars Molla rejimi siyasi dini dərslər verir. İrəvana keçir, orada siyasi qızışdırma aparır. Azərbaycanda, Türkiyədə 500 mindən çox İran təriqətini yayıb. İslama ibadət yox, İslama xəyanət dərsi keçirir. Bilirsinizmi? Rusiyanın bütün məscidlərinə, mən dəfələrlə demişəm, Azərbaycan Respublikasının dövlət təhlükəsizlik xidmətindən xahiş etmişəm. Rusiyanın bütün ərazisində nə qədər müsəlman məscidləri var, hamısını adam yeritsin. Hər gün, hər dəqiqə, hər saniyə təxribat Azərbaycan dövlətinə qarşı əks yönəlli danışıqlar aparırlar. Bu Allaha ibadət deyil, bu Allaha xəyanət deməkdir. Türkçülüyümüzə xəyanət deməkdir. Həmin insanları həbs edib atanda deyirlər ki, dindoş qardaşlarımızı tutub atdıblar içəri. Dindoş. Din qardaşlarını içəri niyə atır? Səbəbi nə? Niyə xristiyanı tutub atmır o? Çünki niyə təmiz Allaha ibadət edən insanları həbs olunmur? Çünki dövlət əleyhinə, millət əleyhinə, iqtisadçıların yaratılması, insanlarda təşviş yaratılmasında hamısı o dindarlardadır. İran təriqətini daşıyan insanlara Azərbaycan Respublikasının Daxili İşlər Nazirliğinə və Dövlət Təhlükəsizlik Xidmətindən, Prezident aparatından, Nazirlər Kabinetindən artıq dərəcədə xahiş edirəm, qətiyyən inanmayın və güvənməyin. Onların dilləri, üzləri sizinlə danışır. Azərbaycan bayrağını məsciddə asaraq, amma daxilində İran təriqətini, İran siyasətini daşıyırlar. Onlar 100 dəfə Qurana, Allaha and içsə mən onlara inanmıram, çünki görürəm. Ümumiyyətcə Ərəb, Fars xilafətini Türk dünyasından qadağan etmək lazımdır. Türk dünyasını parçalayan, bax, belə İslama xəyanət edən dindarlar oldu. Novruz bayramı Türklərin ən qədim bayramlarından biridir, amma başqa millətlər, etniklər özəlləşdirdi. Novruz bayramında, bahar bayramı torpağın dirilişi, yazın gəlmişi deməkdir. İnsanların yaşam deməkdir, ruh deməkdir. Həmin günü ərəblər taxta öz sərkərdələrin, peyğəmbərlərini çıxartdılar ki, və tənqiri inancı məhv olsun, türklərin parçalanmasına səbəb oldu o gündə. Buradan bütün Azərbaycan xalqıma səsləndirəm. Hörmətli Nazirlər Kabineti, qərarlar qəbul edin, layihələr Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına çatdırın ki, biz Azərbaycanın sərvətindən ən azından Güney Türkistana, Uyğuristana, Kərküş, Türkmən bölgələrinə bizim Nəsiminin abidəsini bərpa etmək lazımdır. Böyük bir park, şəhərcik onun adına yaradılmalıdır orada. Universitet yaradılmalıdır. Nəsimi Universiteti orada yaradılsa, bizim qalamız deməkdir, bizim əskərimiz deməkdir, türkmənlərin ora bağlılığı, inancı və orada bizim qurur yeri, dayanaqlı, bir simbol orada, singer asmalı. Atributlar olmalıdır. Bu bilirsiniz nə deməkdir? Dövlətin gücü deməkdir. 30 il bundan öncə Təbrizin səsi gəlirdirmi Azərbaycana qarşı? Xeyr. Təbrizdə traktor futbol klubu Azərbaycanın əskəri sayılır. Azərbaycan mahnısı oxuyur. Bozqurd işarəsi göstərir. Bu bilirsiniz nə deməkdir? Azərbaycanın güclənməsi Təbriz qardaşlarımızı meydanda at oynatması deməkdir. Farsın çirkin siyasəti bütün insanların beynini format edib, zəhərləyib, insanları özəlləşdirib, vampirləşdirib, zombiləşdirib, bütün Azərbaycanın sosial şəbəkələrində ancaq farsların pərəstləri var. Mən anlaya bilmirəm. Azərbaycanda farslar dünyaya göz açır, doğulur, yoxsa türklər? Bütün sahiblərdə.
Mən Azərbaycan xalqının, millətini, əsl vətənpərvər övladlarına, şəhid övladlarına, qazi övladlarına, əsl namuslu, qeyrətli Azərbaycanlarıma, şərəfli, ləyaqətlə yaşayan Azərbaycanlarıma səslənirəm burada. Övladlarınızı o fars, ərəb, çirkin siyasətindən uzaq tutun, qoruyun. Elm verin, təhsil verin. Azərbaycanın sağlamlığı, Azərbaycanın bütövlüyünü bərpa edən, qoruyan, sağlamlığa aparan Azərbaycanın düzgün şəkildə böyüyən gəncidir. Xarabalığa çevrilmiş Azərbaycanı Rusiyanın cəngindən qutarılması, xarabalığa çevrilən Azərbaycanı Heydər Əliyev dirsəltməsi və belə deyək, məktub dövrünü telefon dövrünə, texnologiya dövrünə gəlib çatması və inkişaf etməsi Azərbaycanın siyasi nəticəsində, Ali Baş Komandanın siyasi yürütdüyü, apardığı siyasətin nəticəsində inkişaf bax budur. İnkişaf necə olur? 30 ildə bunları müqayisə edin. Çörək növbəsinə duran insanlar bugün çörəyi küçələrdə zibilliyə atır. Bugün bütün sosial şəbəkələrdə ancaq kabab, ət, hər kəs yeməyi görsədir. Ölkədir, çətin günlərdə var. Sosial problemlər 100%, milyon faiz çətinliklər, uşaqlılar, bunlar başa düşürür. Amma Qarabağın işğal etdirən Rusiya, ermənilərə verən Rusiya, ölkəmizdə müharibə, qətliam, soyqırım yaradan Rusiya, ermənilər, Xocalıq faciəsini və Azərbaycanlılara qarşı Türkiyə gücü çatmadı və Osmanlının qısasını gəlib Azərbaycandan Türk deyərək alan ermənilər bugün dövlətçiliyimizin zəifləməsi onların üzündən olur. Niyə? Çünki vaxtında düzgün informasiya almamışdır, güclənməmişdir, hərbi təlimlər keçməmişdir. Əgər bir ölkənin ərazi bütövlüyü işğal olursa, gücü alınırsa, o 1000 il geri düşür. Baxın, 7-ci əsrin ortalarında, 8-ci əsrin ortalarında demək olar ki, 9-cu, 10-cu əsrdə, daha 5-ci əsrə qayıdıram. Türklərə qarşı ərəblərin etdiyi təcavüzlər, vəhşiliklər, siğə yaratmaz, nə bilim, zorakılıq, kəbin kəsməz. Və bəzi, nə bilim, hansı yollarla deyirsən, baskı ilə, işğalçılıqla, onlardan bəzi içimizdə olan və yaxud da etnik türkçülüyümüzü sevməyənlər bu günləri Farsı müdafiə edir. Əgərsə Azərbaycanda Farsın dövlətçiliyi qəbul edirsə, Farsın kimliyini müdafiə edirsə, İran, Xameyn deyirsə, əmin olun ki, onların qanında heç bir türk qanı yoxdur. Əsl türk, türkü müdafiə edər, qoruyar. Əsl türk xəyanət etməz millətinə. Əsl türk, təmiz türk, ərəbə, Farsa dayı deməz. Bilirsinizmi bu nədən gəlir? Azərbaycanın bütün sosial şəbəkələri İran agentliyi, İran kəşfiyyəti işğal edib. Bu nə deməkdir? Bütün saytə girirsən, rəy yazan kimi, çaqqal sürüsü kimi, it sürüsü kimi, elxüsü kimi gəlib tökülürlər. Bir dənə rəy yazırsan, 1000 dənə fars çıxır ora. Nədir? Azərbaycanda Azərbaycanlı qalmayıb, köçüb gedib, Azərbaycan türklərdən yoxdur. Görün nə qədər biz informasiyadan geri salıblar, kölələşdiriblər. 400 milyon Türkiyə, 3 milyon yarım, nə bilim, qarışıq 7 milyon farsı güc gəlir. Halbuki bir türk, belə deyə 11 farsa cavab verəndir. Mən gözümlə görmüşəm, bir türk, Təbriz türkü, Oğuz kökənli 11 dənə farsı vurub bazarda uzadıb yerə. Əcdaha uşaq yox. Hələ qarşısını almasaydı, tutmasaydılar, elə vurub uzadırdı oraya. Vurub uzatmaq, şəst eləmək, döyüşmək, mən buna biraz baxıram. Yəni, bu düzgün hərəkət deyil. Sadəcə səhvləri var. Bir dənə dedi ki, mən şahidiyəm. Bir dənə deməklə ki,
Türklər bizim həmişə köləmiz olub, köçəridir. O söz üstə onları bilirsən əllərindən ala bilmirdi. Ayranı da onu müdafiə ortalığa girəni də vurub uzadırdı. Hamısı farslar. Bir Təbriz qardaşımız 11 farsı meydinə leş elədi atdı ora. Bu bilirsiniz nə deməkdir? Mübariz Azərbaycanın milli qəhrəmanıdır. Kökü mənşəyi Oğuz kökənli. Gətirəndə gedib, çıxıb yardımdan irsən deyirlər ki, oradan gedib. Mənim üçün fərqi yoxdur. Mənim üçün qəhrəmandır, igiddir. Bir əskərimiz İrəvan torpağına, tarixi torpaqlarımıza daxil olaraq ya bu düşmənləri, düşmən ayağının altında olan torpaqlarımızda gedərək düşmənlərə elə bir dərs verdi ki, bir mübarizimiz 45 erməni əskərinin it leşinə çaqqal leşinə çevirərək tökdü ora. Bütün dünya ölkələrinə göstərdi ki, Azərbaycanın bir dənə əskəri, elə Rusiyanın prezidenti də bu barədə dedi ki, mən Rembo, mən kinoylarda görmüşdüm. Gerçəkdən həyatda varmı? Türkiyə mübariz gəminin adını verməsi bu bilirsən güc deməkdir. Onu tanımaq deməkdir. Dəyər verməkdir. Bir mübariz Türkiyənin ordusunda da güc qatdı. Azərbaycanın ordusuna da güc qatdı. Bir mübarizin ora daxil olması, 45 erməni əskərinin öldürməsi bütün dünya Avropa ölkələrinə və dünya ölkələrinə, insan hüquqlarına, müdafiəsinə, 4 qətnaməyə əsasında Qarabağın məsələsində dünyaya sübut etdi ki, Azərbaycan müharibə istəmir, sülh istəyir. Azərbaycanın bir əskəri bir erməni batalyonuna bərabərdir. Bu mesajıdır, mesaj. Anlayın, bu dünyada ən böyük haçarıdır, qıfıl, bağlı kilitdir və onu açan, onun mənası mübariz idi. Mübariz İbrahimov, mübarizin orada, mübariz kimi nə qədər bizim qəhrəmanlarımız var, fəridi olsun. Nə qədər saymaqla bitməz. Azərbaycanın qəhrəmanları, qəhrəman İrsə, soyda, ana bətnindən gəlir. Biz bugünkü qəhrəman deyilik, biz 40 min illərin, əsrlərin biz qəhrəmanıyıq. Bir mübarizin, bir erməni batalyonun dağıtması düşmənə dedi ki, barışığa gəlin, sülh imzalaya, insan ölümü olmasın. İndi vəhşilik, qəbilə, tayfa, ermənilər, Rusun siyasətini davam edən, Farsın siyasətini, İngilisin siyasətini daşıyan, çox ölkələrin siyasətini daşıyan dedi ki, barışıq edin. İstəmədilər yenə barış. Gördünüz, mübarizin bir mesajı Azərbaycanın ordusu Qarabağa daxil oldu. Bu qabaqdan bir siqnal idi, bir mesaj idi. Anlayan anladı, anlamayan heç anlamayacaq. İbrətdir bu. Əziz və hörmətli xalqım, dəyərli soydaşım, bugünkü gündə kimsə Azərbaycandan Farsı müdafiə edirsə, Ərəbi müdafiə edirsə, əmin olun ki, tarixdə 5-ci, 7-ci, 8-ci, 9-cu, 10-cu əsrlərdə, ta bugünkü günə kimi ərəblərə yaxınlaşan, ərəblərdən törəyən, nənələri həmin insanların tarixdə təcavüzə məruz qalan, ərəb kodun genetikasını daşıyanlar, Fars genetikasını daşıyanlar onu Farsı müdafiə edir. Erməni genetikasını daşıyan ermənini müdafiə edir. Əsl Türk genetikasını daşıyan Türkü müdafiə edir. Bəzi qəbilə tayfaları, bəzi etnik qrupları qızışdıran Farslar Rusiya və Qərbin, Fransanın siyasətinə əsasən Rusiya maliyyələşdir. Və bunlar Azərbaycanın qarşı çıxanların sizə bir dənə sual, məqsədli, gönlü ya ciddi bir məsələyə aydınlıq fikir gətirim ki, bunların məqsədi bilirsiniz nədir? Gəlin belə deyək. Erməni ideologiyası Azərbaycanın tarixi torpaqlarına iddialı olmasıdır. Düzdürmü? Türkiyənin ərazi bütövlüyünə iddialı olmasıdır. Birinci və əsasında dövlətini qurur,
saxlamaq istəyir. Belə deyək, bugün Fransanın Azərbaycanda nə ihtiyacı? Nə ilə bağlı mübarizə apara bilər? Azərbaycana qarşı mübarizə apara bilər. Qara yaxmaq kampaniyası apara bilər. Almaniyanın kanalları. Nə ilə apara bilər? Bilirsiniz, bir şey yoxdur axı ortada onlara qarşı mübarizə. Ya Xristiyan dəyərək erməni müdafiə etməlidir, ya insan hüquqlarının pozulması bəhanə edərək onu etməlidir. İkinci bir tərəf yolda İranı götürək. İran burada Azərbaycanda, Türkiyədə parçalanma, aparma siyasəti necə apara bilər? Hansı yolla apara bilər? Fars desə Türkiyə ordusu ilə qarşısına çıxacaq. Bunların siyasi yolu bütün etnikləri özünə cəlb edərək, Türkiyə yaxın olan Türk qardaşlığın, dostluğun pozan, necə ki Kürdlərlə Türklərin arasına girdilər. Ruslar, İngilislər, Amerikanlar, Farslar, Yunanlar, bugün də Farslar dinlə girir. Sən Həzrət Əliyə qarşı çıxdın, sən Ərəbə qarşı çıxdın, sən Məhəmmədə qarşı çıxdın, sən Hüseynə qarşı çıxdın. Hüseyn ölüb gedib, qəbrindən əl çəkində, bəstirində, yekə kişisi də. Kimin Hüseyndə, Əlidə, Məhəmməddə işi var? Oturub öz torpağında ziyarət edir, milyonları Amerikaya, Fransaya gedir. Amerika, Fransa istəsə bir gündə dağıdar oranı, gəlir. Sən İmam Rızanın qəbri ilə pul qazanırsan. Hara gedir o pullar? Kimə kömək edirsən? Ancaq terror qruplarına. Açıq reallıqdan danışır. Siz niyə dinlərə, insanların inandılarına ləkə gətirirsiniz, böhtan atırırsınız? Bir Azərbaycanlı durub haqqın, ədalətin bərpa edəndə, danışmaq istəyəndə, Cənubi Güney Azərbaycan haqqında danışanda, qondarma İran haqqında da deyirsiniz zuhud. Zuhud burada nə gəzir? Yahudi burada nə gəzir? Laf gəlir. Biz Yahudinin ağlı ilə oturduruq. Biz uşağıq. Mənim torpağımı işğal eləmişsən, mənim millətimin hüquqlarını pozmuşsan, məktəbini almışsan, neylə? Yahudini çıxdıq, İsraili çıxdıq. Amerikanla çıxdıq. Siz deyəndən razılaşaq çıxdı. Onda biz Təbrizin haqqını tələb eləməyək. Susaq, qoyun kimi baxaq üzünüzə, sizə sual verir. Bəli, mən güclənmək üçün istəsəm Amerika ilə də, Çinlə də, Rusiya ilə də oturdur edərəm, İsrail ilə də. Bugün siz Farslar mənim 40 milyonumun silahla, baskı ilə, kölələşməklə, qızlarına təcavüz etməklə, okullarda öz fars dilini yeritməklə, beyinlərini zəhərləməklə, mədrəsələr açmaqla, məktəblər açmaqla, pulsuz dərslərin, dini dərslərin verməsi, ağlı maddələri verməsi, raket düzəlsən, bomba düzəlsən, dini adamlara elm adı, alim adı verirsən. Alim adı ona görə verirsən ki, Türk dünyasında dini təriqatın yaydığına görə verirsən. Adam sayı topladığı, necə müxalifət, təşkilat, partiyaçılar, səs vermə necə özünə yığır. Necə özünə yığır ki, 1000 nəfər kim yığdı. Necə seçki, bələdiyyə seçkilərində, necə prezident seçkilərində, deputat seçkilərində kimin bələdçikarı səs verdi, səs toplayır, verir, toplayır adam. Siz də dinlə nə qədər dindar yaratdığınız insanlar, nüvə silahı, nüvə başlığı olan dindarlar, soyuq silahın vəhşi yırtıcı silaha çevirdiğiniz insanlar, nə qədər dindarlar adam özünə yığsa, 1000 nəfər, 2000, 30 min, 40 min, 50 min danışıqlarla ona alim adı verirsiniz və İrandan neftin, işğal, terrorçuluq, onun bunun cibinə girdiyi pulları onlara paylaşır. Bəstirin də ayıb də. 28 ölkədə İran terror yaradı. Liviyanı xaraba qoydunuz, Filistini xaraba qoydunuz, Yəməni xaraba qoydunuz, Suriyanı xaraba qoydunuz, İraqı xaraba qoydunuz. Siz İngilislər, Amerikalılar yazdilər. Və sənin əlin orada olmasaydı, onlar da etməzdi. Bildinizmi? İranın siyasəti hər bir Azərbaycana aid və xəbərdarlıq edirəm. Ərəblərin siyasəti Türk dünyasının içine İslam dininin yeridib, İslam dininə ləkə olaraq, İslam dininə adından istifadə edərək və o panikanı da yaradan Allahı təhqir etdi, İmam Hüseyni təhqir etdi, Məhəmmədi təhqir etdi, Əlini təhqir etdi, Ərəbi təhqir etdi, Səmaviləri təhqir etdi. Onlar öz içindən yaradır ki, Azərbaycana, Türkiyə qarşı Türkiyənin daxilində düşmənçilik yaradır, güc qazanır.
Azərbaycanın da daxilində eləncə düşmənçilik yaradır. İranda güc qazanması. Bugün İsrailin, Amerikanın İranda antiterror əməliyyatı zamanı İranda İsrailə, Amerikaya qarşı güc yaradırlar. Yəni vətənpərvərlik yaradırlar. Öz qızlar məktəbinə raketi zərbə endirdi. Millətçilik yaratmaq üçün. Naxçıvana raket, dron attı, özünü bərpa etmək üçün. Ora bura millətçinin bərpası və vətənpərvər yaratmaqdır. Bunların qorxusu hər bir Azərbaycanlı bilsin. Farslar tarix boyu İslamı qəbul etməyib. Bax, Məhəmmədin elçisinin üzünə məktubu cıran atıb atan farslar idi. Qəbul etməyən farslar idi. Onlar heç vaxt İslam dilini qəbul etməyib. Sadəcə istifadə edir. Farsların siyasəti Türk dünyasının güclənməsin deyə, Turan yaranmasın deyə, coğrafiyada ipək yollarının tutulmaz, Türkiyənin nəzarətində olmasın deyə. Görürüz Amerikanın bir dənə güc balansı Azərbaycan Türkiyədir. Bilir ki, Azərbaycan Təbrizi versəm, mən tarix boyu orada Çinə də qarşı güc gələ bilərəm, Hindistana da qarşı Kərkəz körpəzi, indi dediyiniz qondarma Fars körpəzi də mənim əlimdə olacaq, resurslar mənim əlimdə, ipək yollar mənim əlimdə olacaq, milyardlar, milyonlar daha da güclü pullar qazanacaq. Dünyada savaş, resurs savaşı, ipək yolları savaşı gedir. Rusiyanın elə Amerikada, Alyaskada görüşü elə məqsəd bu idi. Elə Rusiyanın da İranın parçalamasında Rusiyanın da öz əli var. Nə olsun Rusiya bugün Ukrayna ilə savaşır. Onu da savaşdıran Amerika idi ki, Venezuelanı, nə bilim, çox ölkələri əlindən çıxar. Bugün Naxçıvanla Bakının birləşməsinə qarşı çıxan erməni qırmızı cizgisi bilən İrandır da. İrandır. Niyə qarşıdır? Çünki Türkiyə ilə Azərbaycan birləşməz. Gəlib burada dron bazası yaratmaz, hərbi poligon yaratmaz. Qazaxıstanda yaratmaz, Əfqanistanda yaratmaz. İranın siyasəti budur. Ona görə dini salıb oraya. Məhəmmədə də, Əliyə də, Hüseynə də, nə bilim, İmam Rızasına da, onlar bütün özləri müdafiə etdiklərinə, dediklərinə, onların adından pul qazandıqlar, adından istifadə edir və onlara qarşı ki, Azərbaycanda təxribat olub, bu dinli İmam Hüseynə qarşı çıxıb deyərək Azərbaycanın dövlətçiliyini, millətçiliyini, Türkiyənin dövlətçiliyini təhqir edir. Baxın, Osmanlı olmasaydı, Osmanlı dövləti, İslam dini qalmazdı, ərəb dini, ərəblər saxlaya bilməz. Tarix boyu türklər, ərəblər üçün ağlayıb, bir ərəb türk üçün ağlamayıb. Gəlin fikir verin, İran Uyğuristan haqqında bir kəlmə söz deməyib. 450 milyon ərəb, 600 milyon deyirlər. 450 milyon ərəb bir nəfər olsun Uyğuristan haqqında danışmayıb. Qıbrıs türklər haqqında danışmayıb. Məhv olmuş türklər haqqında danışmayıb. Misirdə, Qətərdə, Libiyada, Yəməndə, Filistində, Ordaniyada, Suriyada, İraqda, Bəbş Dubayda, Bəbş şəhərində, Səudi Ərəbistanda, demək olar ki, İtaliyada, Yaponiyada, Meksikada, Hindistanda, Pakistanda, nə bilim, çox yerə, Cənubi Azərbaycanda, istəyir ərəblər olsun, istəyir farslar olsun. Hansı biri Türkü müdafiə edib? Qıbrıs Türkistan dövlətini İran və ərəblər tanıdı. Ordaniya istiqamətində olan türklər anı və tarixi Azərbaycanın şəhəri, qədim şəhəri, qətliama, təcavüzə məruz qalan Yardımlıda böyük bir qətliam edən ərəblər və oradan neçə min insanı aparıb Yəməndə olan düşmənləri çıxardıb onların yerinə yerləşdirən, sonra onları məhv etdi. Həmən türklərdən niyə danışmır? Niyə danışmır? Ərəb əskərlərini yayırdı, gah bura, gah ora, yayırdı qitədə əskər kimi ərəb xilafətini qoruyub sağladı. Bugün ölüdən, qəbirdən kömək istəyən insanlar zombidir, vampirdir, qullaşmış insanlardır. Qəbri, kimin qəbrini ziyarət edərlər? Yaxınlarının ən əzizləri. Bir də milli qəhrəmanların, əskər qəbrini ziyarət edərlər. Bunlar öz sərkərdələrinin hamının beyninə yerində sənin sərkərdə. Bugün siz Fransada doğulsaydınız, Almaniyada doğulsaydınız, olacaqdınız Hristiyan. Yaponiyada doğulsaydınız, olacaqdınız ki, ateist. Ateist bilirsiniz nə deməkdir? Allahsızlıq, heç nə, realist.
deizm, heç nə inanmayan. Nə bilim, budizm dinləri. Ateist, yəni heç nə inanmır. Və şəşədətdə gördü, reallıqda. Bugün ərəblərin içində doğulsan, olursan müsəlman. Gedirsən İranda doğulursan, olursan müsəlman. İndoneziyada doğulursan, olursan müsəlman. İndoneziya İslam dinini ona görə qəbul etdi. Çinlə Hindistana tabi olmasın, işğalın altında qalmasın. Afrika qısas naminə İslam dinini qəbul etdi və İran gedib orada İslamı yayır. Afrika qitəsi İslamı ona görə qəbul etdi ki, Fransanın xristiyanlığa qalır. Nə olsun, xristiyan türk də var, Yahudi türk də var inancına əsasında. Məsələn, Qubada millətcə mən bildiyimə görə Yahudi dördə inancları Yahudidir, amma Yahudi sayılır. Məsələn, türklər var şamanlı, Təngri öz ata inancını saxlayır. Türklər var xristiyan, türklər var sünnidir, türklər var şiədir, türklər var ateistdir, türklər var deizmdir, türklər var budizmdir, türklər var, yəni inanc, amma millətçilik önəmli. Türk dünyasında elə bir toxum yayıb bu İran, bu ərəblər. Səudi Ərəbistan işidi maliyyələşdirir. Səudi Ərəbistan bugünkü gündə sünni deyərək, yayaraq ölkələri işğal etmək istəyir. Şiəli ilə sünninin arasında qırğını da yaradan özləridir ki, yəni o coğrafiyaya hücum etsin. İran da bu coğrafiyanı işğal etmək istəyir. Çin də bu coğrafiyanı işğal etmək istəyir. Qalanda İsrail də işğal etmək istəyir. Bir dənə İranlı, bir dənə ərəb Amerika Birləşmiş Ştatlarında zəncilərin, Hunların, İnduların, Qızıldərilər haqqında bir qabargənlərin haqqında bir kəlmə olsun söz danışmır. Niyə 40 milyon zəncinin Amerikada hüquqları pozulub? Niyə orada 250 min Hun türklərin, Qızıldərilərin, Yunanistandan tutmuş Amerika, Meksika, Japoniya kimi, Koreya kimi yerlərdə, Venezuela'da olan hüquqlar pozulub? Niyə onlar haqqında bir müsəlman adlanan ölkə danışmır? Azərbaycan, Türk dünyası, nə Qazaxıstan, nə Özbəkistan, nə Azərbaycan, nə Türkiyə, Qırğızstan, heç biri, nə qədər Türk dünyası var, Kərkük, Türkmən bölgəsi. İslam dövləti, İslam milləti sayıla bilməz. Türk dünyasını parçalayan İslam dini oldu. Türklərin birləşməsinin, güclənməsinin Təngri inancına qayıtsalar, o zaman güclü bir Türkistan yaranacaq. İran viran olacaq, İran turan olacaq. Əziz və hörmətli xalqım, dəyərli soydaşlarım, Azərbaycan informasiyası, texnologiyası, Azərbaycan efirlərində, saytlarında, sosial şəbəkələrində prinsip qoyulmalıdır, dövlət tərəfindən maliyyələşdirilməlidir, Cənubi Azərbaycanları ayıltmalıdır, dünya türklərini ayıltmalıdır, maliyyələşdirməlidir. Biz o zaman güclü olacaq. Biz daxilimizdə müdafiə, öz daxilimizdə çıxışlarımız, öz daxilimizdə aparılan siyasəti xaricə çıxartmalıyıq. Biz burada hərəkət etməməli. Biz Kərkükdə, Türkmən bölgələrini, Qıbrızda, biz Uyğuristanda, Əfqanistanda, Güney Azərbaycanda, Güney soydaşlarımıza buradan səslənirəm. Farsın köpəyi olmayın, Farsın qoyunu olmayın, onlar sizə köpək kimi baxacaq. Alçalmış qadın kimi baxacaq. Namussuz, şərəfiz əldən getmiş kimi baxacaq. Biri var, düşmən bayrağının altında inkişaf edib, böyüyüb, sonra hücuma keçərsən. Biri var, düşmən bayrağının altında tarix boyu övlad böyüdüb kölə olasın. Ölmək şərəfdir. Bir türkə əyilmək, yaltaqlanmaq, bir türkə başqa düşmən bayrağının altında diz çökmək, qanunlarına boyun əymək, yaraşmaq. Harada bir türk var, orada bir dövlət var. Əziz və hörmətli xalqım, dəyərli soydaşlarım, bütün Azərbaycan xalqına səslənirəm, Azərbaycan Respublikasının dövlətinə səslənirəm, sosial şəbəkələrdə İran təbliğat maşınlarını dayandırın, İran qarşı cəssurlara böyük bir cihazlar gətirilməlidir, gizli saytlarla, yəni onların sivyazları tutulmalıdır. Nə qədər İran pərəstlər var, onların pasportdan, kimliyin əlindən alıb, hər şeyin, hüquqların buradan tamamilə dayandırmaq,
evlərin, sənədlərin, pasportları var, həkimlikdirsə, müəllimdirsə, onları ixtisaslarını tamamla stop qoyub, onları yaxşıca şəxsi dövlət avtobuslarına mindirib aparıb yola salmaq lazımdır. Türk dünyasının coğrafiyasından kənar. Tarixi torpaqlarımız 4 milyon turan torpaqları, 4 milyondan çox turan torpaqların ətrafında yaşamasınlar. Geçsinlər, xəritəyə baxsınlar, Türk dünyasının torpağından kənara geçsinlər, yaşasınlar. Və orada da öz mundar təxribatlarını, nə bilim, siyasətlərini davam etsinlər. Azərbaycanda görün 10 milyon Azərbaycanın içində nə qədər fars pərəstlər, siğədən əmələ gələnlər hamısı öz sosial şəbəkədə, bütün saytlarda, bütün məscidlərdə, o məscidlər Allaha ibadət yox, farsa, ərəbə xidmət edir. Hamısını araşdırırsan, hamısını siyasiyyətinə baxırsan, hamısını araşdırdıqda bunlar nə qədər toxum səpir bura. Əmin olun ki, yenə də təkraran deyirəm, əsasən farsı və ərəbi müdafiə edən onların vəhşiliyini, soyqırımlarını, insanlıqdan kərə, millətçilik etmirəm, siyasətdən, siyasi yönəmindən bax. Əgər onları müdafiə edənlər, əmin olun ki, onların tarixdə nənələri təcavüzə qalandı və genetik kodu daşıyanlardır. Və bəzi qruplaşmış, Azərbaycan Türk dünyasını sevməyənlər, etnik qruplardır. Onlar bilirsiniz məqsədi nədir? Turan coğrafiyasında, Asiya torpaqlarında Türkistan dövləti yaranmasın deyə. Onların məqsədi budur. Yəni, yaransa Təbrizdən başlayır, Əfqanistandan başlayır, bütün Suriye əraziləri, İraq, bunlar hamısı gedəcək. Babilistanın üzərindən Türk bayraqları dalğalanıb keçəcək. Bunları qorxu bürüyür. Odur, onlar indidən qarşısını almaq üçün yox. İndidən yox, 70 ildir bu əks istiqamətinə yönəlmiş siyasətin davamçıları farslardır. Farslara aid olan bütün dini, qütubları, saytları, yayanları cərmələmək, qadağan qoymaq. Onlarla həm söhbət olmaq lazım deyil. Onların bir yolu var. Aparıb dənizdən yola salmaq. Aparıb onları, vahşən bir dəfəni, onlar vətən xainlərdir, onlar düşməndir. Çörəyimizi yeyib, suyumuzu içib, havamızı alıb, bütün vəzifələrdə iştirak edəcək, sərbəst gəzə-gəzə ölkəmizə qarşı xəyanət edən düşmənlərdir. Onlar bağ içində qarşı PKK-lılar var, ermənilər var, Yunanlar var, farslar var, nə bilim, hər türlü insanlar və onların adından da istifadə edən qüvvələr vardır. Ona görə onlar tamamilə ləğv etmək lazımdır. Onlara yüksək səviyyədə dini, vəfşəm, təqribat aparanız, İran haqqında danışır, İranı müdafiə edən, onların sosial şəbəkələrini dayandırmaq ölkədə onlara qadağa qoyulmalıdır. Yəni, onların qanuni həbs qoyulmalıdır. Bir dəfəli güllələnmə qoyulmalıdır. Bunlar olmasa, qoyulmasa bizim gələcək gənc nəsil vampirləşəcək, kölələşəcək, qurulaşacaq. Qanı, canı mən tanıdığım, qanı, canı Türk olan gedib Rusiyada dönüb əksinə, farslaşıb. Tanıdığım, elə mənim yaxınlarım, qohumlarım, ən yaxın uşaqlarım da, ən tayfalarım da, əmim uşaqları da. Beyinlərin yeyiblər. Yeyiblər, yəni hər kəsin qohumları, əqrəbələri var. Ancaq onlar dinlə İranı müdafiə edir. Bunlar ancaq deyir ki, bizə millətçilik lazım deyir, bizə İslam da. İslam dininin altında bu bədbəxtlər, kütbeyinlər fikirləşmir ki, din altında bunlar İranı müdafiə edir, ərəbləri müdafiə edir. Deyəndə ki, ay qohum, ay əqrəbə, sənin axı, türksən axı, ibadət edirsən, normal ibadət edir. Bugün sən Amerika, İsrailə qarşı çıxırsan, sonra biri də yazır ki, buradan bir şəkil atan kimi zuhud deyil. Təbrizin haqqını tələb edirsən, zuhud deyirlər. Turanı danışırsan ki, Türk deyəndə bunlar qorxu bürüyü. Ayıl, ay millət, ayıl, oyan. Mirzə Ələkbər Sabirin bir şeiri vardı. Millət necə taraz olur olsun, nə işin var, düşmənlərə möhtac olur olsun. Yəni, ailən varsa tək-tək çatsın haqq dadıma. Mən biraz qarşılığını onu dedim. Niyə? Çünki bu sözlər dünyada ən müqəddəs kitablardan üstündür. Dünyada ən müqəddəs kitab bilirsiniz, gələcək nəsil üçün, inkişaf üçün, Yaponiya olmaq üçün, Yaponiya kimi irəli getmək üçün. Yaponiyada din yoxdur, gözəl həyat var, mədəniyyət var, küçələrdə zibil yoxdur.
Bizim kimi sigareti çəkib, sevim günə baxan kimi Astanovkalarda sigaret hara gəldi atmırlar. Hara gəldi tüpürmürlər, saqqızı çıxardıb atmırlar metro ağızlarına. Metroda basa-basa getmirlər. Mədəniyyət onun vəsaitindən gedir. İnkişaf onun qoyduğu abidələrdən gedir. O bizim ölkə Sovetdən çıxandan sonra nə qədər inkişaf edir? Yavaş-yavaş. Əgər işğal olmasaydı tarixi torpaqlarımız, bugün Təbrizin nefti bizdə olsaydı, Kərkükün nefti bizdə olsaydı, Rusiyada, indi Rusiyada, Türk torpaqları, Tuva torpaqlarıdır. Bizdə olsaydı, dünyanın ən zəngin, ən qüdrətli, dünyada ən çox nüvə başlıqları da, atom silahları da bizdə olardı. Yəni dünyada ən çox Fransadadır, üçüncü nə biləm Çindədir, onun birincisi bizdə olar. Heç kəs də bizə bata bilməz. Və hər kəs də həddini bilərdi, bizlə danışığa gələr. Ona görə də bizim Türk dünyamızın coğrafiyası daha böyük. Bugün amma halbuki İranı müdafiə edənlər əmin olun ki, onun qanununu yoxlatdırmaq lazım. Mən milyon faiz onlardan şübhələnirəm. Allaha yenə deyirəm, ibadət etmirlər. İslama ibadət etmirlər. Din insan beyin məhsuludur. Dini Allah neynir? Dini insanlar yaradır. Allah neynir? Allah istəsəydi bütün dünyanı bir dindən bir istədiyi kimi yarar. Yəni elm bu dünyada ən müqəddəs kitab 4-dür. 4-dür nə? Yəni çoxdur. Yəni 4-ü mənim üçün müqəddəs və dəyərlidir. Riyaziyyat, coğrafiya, həndəsə, fizika. Və sonuncu elmə gələndə kimyadır. Bax, bunlar əsasən müqəddəs kitablar budur. Sənin yaşadır, sənə elm verir, texnologiya verir. Burada bu telefonla buradan danışıram bütün dünyaya. Və buradan da deyirəm, kimsə Türkü təhqir edirsə və mənim rəylərimin altında və görürsə, əmin olun ki, mənim heç bir insandan işim yoxdur. Amma mənə qarşı olan insanlar, əmin olun ki, həyatda sonuncu dəfə günəşi görmüş olar. Yenə deyirəm, mənim heç kəsdən işim yoxdur. Amma mənə qarşı vardı və mənə qarşı təxribatlar, mənə qarşı bəlkə danışıqlarımı paylaşırsınız, nə bilim, neçə min insan hədə, qorxu, nağılına yama, bunların hamısı qeyd edirəm, hamısı siyahiləşdirirəm. Hamısı da lazım olan işi görüləcək. Ona görə deyirəm, mən Azərbaycan türkünə və türk dünyasına buradan səslənirəm, onlar üçün danışıram ki, ayılın. Farsdan bizə qardaş olmaz, Farsdan bizə dost olmaz, Farsdan bizə ancaq düşmən. Tarix boyu onlardan heç nə gözləməyin. Onlar Türk dünyasının düşmənləridir. Ərəb, Fars, Rus, Yunan. Bunlar tarix boyu ermənilər. Bunlar tarix boyu türkçülə qarşı Fransada siyasət aparırlar. Bunlar ancaq türkçülə qarşı. Bunlar türkün gücünü görürlər, qorxurlar. Yenə də deyirəm, Cənubi Azərbaycan qardaşlarıma buradan səslənirəm. Azadlıq yolunda qan tökməzsəz, siz millət və dövlət ola bilməzsiniz. İrəli getməlisiniz. Qurban verməlisiniz ki, qurban verməyən heç vaxtı yaşaya bilməz. Qurban verməlisən ki, uzun illərdir qurban verirsiniz, boş-boşuna. Getdiniz, döyüşdürdülər sizi, İraqa qarşı öldürdülər. İndi Amerikanın cəngini atırlar, sizi öldürürlər. Hər cəhətdən eydam siz. Haqqı tələb edənlər siz. Sizi eydam edirlər. Vətən xaini qoyaraq, damqası qoyaraq eydam. Ona görə siz yüz minlərlə insan, milyonlarla insan qurban veribsiz siyasi tərəfdə. Amma bugün həqiqi dövlətçilik tərəfdən olmasın 200 milyonuz, 200 miniz. Qurban verin 500 mini. Qurban verin 1 milyon. Amma əbədi nəfəs alın, dövlətçiliyi ortaya qoyun. Təbriz qardaşlarım, sizə səslənirəm. Cənubi Azərbaycanda Farslara, İranın hakimiyyətinə qarşı qurban verməsəz dövlətçiliyi olmayacaq, millətçiliyi olmayacaq. Bu dövlətçilik üçün, yəni böyük bir Azərbaycan, bütöv Azərbaycanın birləşib azad olmağınızı istəyirsinizsə, siz orada qurban verməlisiniz. Siz İranda adlı bir dövləti yox etməlisiniz. İran viran olmalıdır, İran Turan olmalıdır. Bu gedişinə bütün Təbrizlər boyun əyməyin, heç bir millətə boyun əyməyin. Amerikanın, İsrailin sizin, yəni indiki qondarma İranda apardığı müharibə terror əməliyyatı, antiterrordur. Farsların siyasətinə, çirkin siyasətinə dünya ölkələrində
rahatlıq, sülh yaransın, terror olmasın. Bu da olacaq. Onun üçün bu şansdan istifadə edin. İrəli, azadlıq sizinlədir. Yaşasın türk dünyamız və türkə qarşı çıxan və bizim millətçiliyimizə qarşı çıxanlar türk düşmənləridir.